Dördüncü stereotipik ata obrazı olmayan atadır. Bu iki halda baş verə bilər. Ya valideynlər boşanır, qız anası ilə qalır. Anası da öz egosundan qızına, atası ilə görüşməyə imkan yaratmır. Burada vacib faktor odur ki, atanın qızına qarşı abuzu yoxdur, mənəvi ya da fiziki. O zaman qoymamaq lazımdır. Amma hətta pis ata, tənbəl ata, mən nə bilim, gəzəyən ata obrazı heç bir ata obrazının olmamasından qat-qat yaxşıdır. Ona görə burada çağrışım analaradır. Əgər uşağın fiziki və mənəvi təhlükəsizliyinə bir risk yoxdursa, mütləq ataları ilə kommunikasiyasını saxlasınlar. Atanın olmamasının digər bir səbəbi o da ola bilər ki, ata rəhmətə gedibdir. Bu zaman daha geniş ailə qoşulmalıdır. Qızın babaları həmin o enerjini verməlidir. Qızım, mən səni sevirəm, sənin dünyanın ən gözəlisən deməlidir. Əmiləri, dayıları. Ögey ata ilə çox ehtiyatlı olmaq lazımdır. Çünki statistikaya görə uşaqlara qarşı ən şiddətli abuz ögey valideyn tərəfindən olur. İstər ögey ana olsun, istər ögey ata olsun. Ona görə əziz valideyn, əgər sən yenidən evlənmək istəyirsənsə, partnyor seçimində birinci növbədə uşağı düşün. Düşün ki, onun üçün o necə valideyn olacaqdır, ögey valideyn olacaqdır. Mən uşağımı risk altına qoyacağam, yoxsa yox. Sonra özünüzü düşünün. Ümid edirəm faydalı oldu. Uğurlar.